Rivayətdir, vaxtı ki səhnəyə behişdə möminlər cəm olacaqlar, Allahın nemətinin təcəlliyə gələcəklər, görəcəklər dünya və axirət hamısı Allahın nemətlərində qərqdilər. Təhiyyətuhum fiha subhanəkə Allahümmə. Təhiyyətuhum fiha salam və davahum fiha subhanəkə Allahümmə və axəru davahum enilhamdülillahi rabbil aləmin. Axır sözü mömin behişdə budur. Allahın nemət, rəhməti görəcək, məhəbbət pərverdigar aləm qəlbində coşacaq, hərəkətə gələcək. Vaxtı coşdu onda deyəcək elhamdülillah rabbil aləmin. O həmdi burada deyə bilərsən. O həmdi pərverdigar aləmin. Niyə? Çünki orada əyandır, şuhuda gəlir. Burada da insan şuhuda gətirə bilər. Amma gərək hərəkət eləyə, təfəkkür eləyə, təəmmül eləyə aləmi həstidə bu nemətهای pərverdigar aləmi görə. Ondan burada insan şuur و şوق و iştiyaq ilə deyə elhamdülillah rabbil aləmin. Hər nə var Allahın nemətidir aləmi həstidə. Məhəbbət pərverdigar aləm sinə insanda coşa. Belə bir məhəbbət. Bu insan yücəldər. Bu insanı yücəldər.